Bismillahirrahmanirrahim. Mübarək Rəqaib gecəsinin müstəhəm əməlləri. Allahın Rəsulundan nəql olunan hədisdə deyilir ki, mələklər bu gecəyə arzular gecəsi də deyər. Rəqaib gecəsinin vacib olmayan, lakin bəyan edən əməllərini sizinlə bölüşmək istəyirik. Bu gecə ilk cümə axşamı günü oruç tutulur. Qazası olanlar qaza niyyəti ilə, qazası olmayanlar isə müstəhəm niyyəti ilə oruç tutmalıdır. Cümə gecəsi iftardan sonra məğrib və işa namazları arasında 12 rükət, 6 dəfə 2 rükətli olmaqla müstəhəm namaz qılınır. Hər rükətdə 1 dəfə Fatihə, 3 dəfə Qədr və 12 dəfə İxlas surələri oxunur. 12 rükətlik namaz bitdikdən sonra 70 dəfə Allahümmə salli əla Muhammedin nəbiyyil ummiyyi və əla alihi deyilir. Mənası budur ki, ilahi, hamıya peyğəmbər olaraq göndərilmiş Muhammədi və onun soyunu xeyri bərəkətinlə ucalt. Sonra səcdəyə gedib 70 dəfə Subbuhun quddusun Rabbul mələikəti və ruh deyilir. Tərcüməsi budur ki, mələklərin və ruhun Rəbbi paş və müqəddəsdir. Sonra səcdədən başını qaldırıb 70 dəfə Rəbbi xfir, varham və təcavəz amma tə'ələmu innəkə əntəl əliyyül əzəm deyilir. Ya Rəbb, bağışla və rəhm et. Barəmdə bildiklərinə baxmayaraq mənə güzəşt et. Axı sən uca və əzəmətlisən. Sonradan yenidən səcdəyə gedib 70 dəfə Subbuhun quddusun Rabbul və mələikəti və ruh deyilir. Yəni, mələklərin və ruhun Rəbbi pak və müqəddəsdir. Sonra bunlar bitdikdən sonra istədiyin duanı Allahdan diləyə bilərsən.